Möminat Qurbanova 8 dekabr 1958-ci ildə Buzovnada dünyaya gəlib. Ailədə 6 uşaq olublar. 5 bacı, 1 qardaş. Ailənin son beşiyi olduğundan Möminat hamıdan ərköyün və çılğın uşağı idi. Orta məktəbdə komsomol fəalı, öz fəaliyyət kollektivinin idman öncüllərindən biri kimi məktəbi bitirib, sənədlərini indiki Mədəniyyət və İncəsənət Universitetinə verir. 7 oğul istərən filminə baxan gündən aktrisa olacağını qət edir. Filmdə baş qəhrəmanlardan birini canlandıran Cəlalın şəklini otağının divarından asır. Obrazı canlandıran aktyor Ənvər Həsənov haqqında mətbuatda yazılan məqalələri, fotoşəkilləri bir qovluqda yığıb saxlayır. 1977-ci ildə Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyov Dərviş Parisi partladır filminə kino sınaqları keçirir. Möminat eşidir ki, filmdə Şahbəz bəy roluna Ənvər Həsənov çəkiləcək. Filmin sınaq çəkilişlərində iştirak etmək üçün kinostudiyaya gəlir. Heç özü də bilmir ki, hansı rolun sınaq çəkilişində iştirak edəcək. Sadəcə rejissorun gözünə görünmək istəyir. Sınağa gələn tələbə qızlar arasında Möminat Qurbanova Kamil Rüstəmbəyovun nəzərini cəlb edir. O, Ənvəri də çağırıb deyir ki, bax gör, bundan sənə şərəfnisə olar? Ənvər də, elə olar deyə yarı zarafat cavab verir. Sınaq çəkilişlərindən Möminat qalib çıxır. Şərəfnisə roluna təsdiq olunur. Mən sənə inanmıram. Axı mən sənə hamısını danışmışam. Onların münasibətləri elə bu filmlə başlayır. Filmin çəkilişləri başa çatan kimi cütlük nişanlanır. Möminat 1978-ci ildə institutu bitirib Ənvərlə ailə həyatı qurur. Azad təyinat alır. Onların Aytən adlı qızları dünyaya gəlir. İkinci uşağın doğulması Möminatın həyatı üçün təhlükəli olduğundan Ənvər Həsənov buna razı olmur. Oğul olacaq. Ənvər Həsənov onun aktrisa kimi fəaliyyət göstərməsinə etiraz edir. O xatirələrində deyirdi: "İstəyirdim işdən evə qayıdanda yuvamı isti, Möminatı uşaqla, mətbəxlə məşğul olan görüm." Düzü biraz da qısqanırdım. O mənim şərəfnisəm olmuşdu. Kiminsə şərəfnisəsi. Nə bilim, nigarı olmasını qəbul edə bilmirdim. Nahaq qoymursan öldürün bu əclafı. Artıq aktrisa olmayacağı ilə barışan Möminat daha bir filmə dəvət alır. Şeyx Əbdülmahmudbəyov aktrisanın Qaçaq Nəbidən bəhs edən Atları Yəhərləyin filmində Həcər roluna dəvət edir. Həsən Turabov və Şeyx Əbdül aktrisanın həyat yoldaşına deyirlər ki, əgər o razı olmasa, Möminatı qaçırıb ondan gizlin filmə çəkəcəklər. Aktyor əvvəl etiraz edir. Az yaşlı uşaqların olduğunu deyir. Ancaq ona deyirlər ki, lazım gəlsə uşağa da baxa bilərlər. Təki Möminat həmin filmə çəkilsin. Razılaşmaqdan başqa çarəsi qalmayan aktyor da həmin filmdə Sirac roluna çəkilir. Həsənağa Turabovun Həcərlə olan əksər mehribançılıq səhnələrində isə qrimlənərək özü çəkilir. Filmin çəkilişi zamanı aktrisa həvəslənib ata minir. Atı isə onu götürüb gedir. Bütün çəkiliş heyəti qorxu keçirir. Ənvər Həsənov bundan sonra Həcərin at çapmaq səhnələrini də Möminatın təhlükəsizliyi üçün özü edir. Eşitdim, nə bilim Etək qalasına göndərirsən. Zəhmət çəkmə, özüm apararam. Möminat Qurbanova İncəsənət Muzeyində çalışıb, şöbə müdürü kimi fəaliyyət göstərib. Bütün həyatı boyu yalnız 3 filmə çəkilir. Hər 3 filmdə də həyat yoldaşı ilə birgə işləyib. Möminat Qurbanova 2008-ci il dekabrın 8-də 50 yaşını qeyd etmək üçün ailəsi ilə birgə Nabrana gedir. Onlar Nabrandan geri qayıdarkən qəzaya düşürlər və Möminat Qurbanova dünyasını dəyişir. Sizinkilər də evdə olsunlar. Yenə elçi göndərəcəyəm. Ənvər Həsənov həmin günləri müsahibələrinin birində belə xatırlayır. Bir gün əvvəl yarmarkadan dublyon qalmışdı. Evə gələndən sonra nədənsə xoşuna gəlmədi. Dedi ki, səhər aparıb dəyişəcəm bunu. Gəldim ki, Möminat, dostlar aşağıda, maşında gözləyirlər, gedək. Dedi ki, Ənvər, sən get, mənim əvəsim yoxdur. Dedim, ay qız, sənin yubileyindir, gedək. Dedi ki, üzrxahlıq edərsən, mən gedim bu dublyankanı dəyişim. Sonra gec olar, dəyişməzlər. Razılaşdım və keçib o biri otaqdan ov tüfəngimi götürdüm ki, meşədir, birdən ov düşər könlümüzə. Möminat əlimdə tüfəngi görən kimi qalxdı ki, mən də gedirəm. Kaş götürməyəydim o tüfəngi. O, tüfəngi atmaq həvəskarı idi. Dedi ki, sən gedib mənsiz ov edəcəksən, mən də gedirəm. Getdik. Qaydanda maşını dostumuz sürürdü. Birdən dedi ki, Ənvər, yuxu məni basır, gəl biraz da sən sür.
Oturdum sükanın arxasına. Möminat məndən arxada oturmuşdu. Dostum qabaqda, onun xanımı da ondan arxada. Çox yavaş sürürdüm. Sonra ekspert də müəyyən etdi ki, o sürətlə yer buz olsa da maşın aşa bilməzdi. Arxa təkərin altına daş düşüb ki, belə aşıb. Qarşıdan bir it keçdi. Sükanı qəflətən döndərməli oldum. Heç necə oldu bilmirəm. Yığa bilmədim. Çırpıldıq ağaca. Maşının arxa qapısı Möminat tərəf çırpılmışdı. Heç ağzını açıb bir kəlmə deyə bilmədi. Şərəfnisiyə firən qızlar başını örtən ləçəklərdən sovqat alıb gətirərəm də. Filan kızları başlarını örten leşekler mənə lazım değil. Al Paris'te onların başını ört ki, Qarabağdan onların havasına yerlənib uçursan.